Sonsuz ümidin nəğməsi qədim Azərbaycan torpaqlarının ürəyindən dağların, dərələrin, çayların və meşələrin sirlərini daşıyan bir kənd vardı. Bu kəndin adı Şəfəqə idi. Günəşin ilk şüalarının vətənə ümid dolu gəlişini xatırladan, insan ruhuna sükunət bəxş edən, həyatın bütün rənglərini birləşdirən bir məkan. Kəndin dar küçələri, qədim divarları və əski ağacları arasında hər kəsin ürəyində iz buraxan hadisələr, acı və sevinci eyni anda hiss etdirən ömürlər yaşanırdı. Tolstoyun romanlarında təsvir olunan insanlıq dramı kimi burada da insanların taleləri, kədəri və sevinç dolu anları, sonsuz sınaqlar və fədakarlıqla yoğrulmuşdu. Kəndin mərkəzində geniş meydanın bir kənarında qədim daş evlərin arasında Məhəmməd adında bir qoca yaşardı. Məhəmməd ömrün sərt və şirin anlarını yaşamış, hər bir dövrün ağrısını və sevinci dərindən hiss etmişdi. O, uşaqlıqdan bəri kəndin ağılı, ruhu sayılırdı. Onun hekayələri, çay kənarındakı söhbətlər və uzun gecələrdə söhbət mövzusu olurdu, hər kəlməsi sanki dərin bir hikmət daşıyırdı. Onun övladları və kəndin gəncləri həyatın mənasını və əsl dəyərini ondan öyrənirdilər. Məhəmmədin qızı Leyla, kəndin incə ruhlu gənc qızı idi. Leylanın gözlərində sevginin, hüznün və ümidin rəngləri aydınlıqla əks olunurdu. O, hər gün səhərin ilk işıqları ilə oyanar, pəncərədən daxildəki günəşin oyandırdığı istiliyi hiss edər, qəlbində yeni arzular doğurardı. Onun həyatında hər an min bir nağıl, min bir xatirə vardı. Leyla, kəndin ən gözəl çiçəyi kimi hər kəsin qəlbində öz yerini tapmışdı. Leylanın yanında kəndin başqa bir ulduzu olan Azər də yaşayırdı. Azər, gəncliyinin enerjisini, idealizmini və həyatın çətinlikləri ilə mübarizə aparma cəsarətini simvolizə edirdi. O, kəndin sərt reallıqları ilə üzləşərkən hər zaman insanlıq və sevgi uğrunda mübarizə aparırdı. Azərin qəlbində yanan inam, kəndin hər küncünə ümid tohumları əkirdi. Həyatın gətirdiyi sınaqlar ona yeni dərslər öyrədir, o isə bu dərsləri ətrafındakilərlə bölüşərək kəndin ruhunu yenidən canlandırırdı. Bir bahar səhəri Şəfəq kəndində qəşəng bir dəyişiklik baş verdi. Gözəl çiçəklərin açdığı, quşların nəğmə söylədiyi bu günlərdə kənd meydanına yad bir qonaq gəldi. Bu yad qonağın adı İsmail idi. İsmail uzaq diyarlardan, böyük şəhərlərin işıqlı küçələrindən və yüksək dağların sirlərindən gətirdiyi hekayələrlə dolu idi. O, kəndə gələrək yalnız macəralarını deyil, insan ruhunun dərinliyini, həyatın əsl mənasını da daşıyırdı. Kənd sakinləri onun sözlərinə heyran qalıb, onun hər kəlməsində öz həyatlarının nağılını tapırdılar. İsmailin danışdıqları Tolstoyun əsərlərindəki epik dərinliklərlə rəqabət edəcək qədər təsirli və zərif idi. İsmailin gəlişi ilə birlikdə kəndin gündəlik həyatı yeni bir rəng aldı. Gecələr uzun, sözlər isə dərin və səmimi idi. Hər kəs o böyük səmimiyyəti, insaniyyətin əsl dəyərini yenidən kəşf edirdi. Məhəmməd, Leyla, Azər və İsmail hər biri öz yolunu tapmış, həyatın müxtəlif tərəflərini, həm sevinci, həm də kədəri, qəlbin incə toxunuşlarını yaşayırdı. Onlar birlikdə kəndin taleyinə yeni bir səhifə açır, həyatın mənasını, sevginin və əbədi dostluğun dəyərini bir daha sübut edirdilər. Bir gün kəndin kənarındakı böyük çay sahilində toplanmışdılar. Sərin çay suyunun şırıltısı, meşələrin sükunəti və uzaqda yüksələn dağların əzəməti orada olan hər bir kəsin ürəyində dərin bir hiss yaradırdı. Azər, Leyla və İsmail həyatın acı reallıqlarını, gözəlliklərini və ömrün keçici anlarını tənqid etmədən yalnız səmimi və dərin baxışlarla dinləyirdilər. Bu anda kəndin yaşlı ağacı altında oturub, öz keçmişini və gələcəyini düşünən Məhəmməd sanki bütün insanlıq tarixini özündə cəmləşdirən dərin bir hikmətlə söz aldı. Ey gənclər, həyatın sirlərinin, acı və şirin anlarını birlikdə yaşayın. Hər kəsin ürəyində bir alov yanar, bəziləri yanır, bəziləri isə söndürülür. Amma hər bir alov insan ruhunun dərinliyində iz buraxır. Həyat, sınaqlar və ümidlər toplusudur. Bizim vəzifəmiz bu alovu sönməz saxlamaqdır. Məhəmmədin bu sözləri kənd sakinlərinin ürəklərində əbədi izlər buraxdı. O, insanlara həyatı, sevgi və inamı sanki qədim nağıllardan çıxan qəhrəmanların epik döyüşlərini xatırladırdı. Hər kəs bu sözlərdə öz həyatının izlərini, qürurunu və kədərini görürdü. Kəndin həyatında qış ayları da gəldi. Sərin soyuq havalar, qarlı dağlar və buzla örtülmüş yollar kəndin sadə həyatını daha da çətinləşdirirdi. Lakin bu çətinliklər insanları birləşdirir, onlara birlikdə mübarizə aparmağın, ümidin və inamın dəyərini daha aydın göstərirdi.
Azər, Leyla və İsmail qarlı günlərdə kəndin hər küncündə sevimli xalq mahnılarını oxuyaraq həyatın sərt reallıqlarını aşmaq üçün bir-birinə dəstək olurdular. Hər kəs həyatın sərt soyuğunu unudub qəlbində isti bir sevgi alovunu yandırırdı. Bu dövrdə kəndin hər küncündə eşq və kədərin bir ahəng içində harmoniya tapdığı, insanlığın həm zəif, həm də güclü tərəflərinin aydın göründüyü hekayələr yaranırdı. Hər gecə ulduzların parlaqlığında kənd sakinləri bir araya gələr, keçmişin xatirələrini yad edər, gələcəyin ümid dolu səhnələrini təsəvvür edərdilər. Kəndin ruhu insan ürəyinin dərinliyində sarsılmaz bir inam və sevgi ilə yaşayırdı. Böyük fəlakətlər, sevincli günlər, kədərli ayrılıqlar və təkrar doğuşlar, hər biri kəndin tarixində öz yerini tapdı. Həyatın bütün bu rəngləri, sanki Tolstoyun nəhəng əsərlərində olduğu kimi, hər bir detalı ilə insan təcrübəsinin zənginliyini və dərinliyini nümayiş etdirirdi. Hər kəs yaşadıkları hər anı həyatın böyük bir pyesinə bənzər şəkildə qəbul edir, hər kədərli anı bir növ ruhani bir imtahan kimi görürdü. Kəndin ruhu bir çox hekayənin, bir çox həyatın kəsişdiyi, sevgi və ümidin hər küncdə öz izini qoyduğu bu yerə sadiq idi. Məhəmməddin hikmətli sözləri, İsmailin uzaq diyarlardan gətirdiyi macəralar, Azərin fədakar mübarizəsi və Leylanın incə ürəyi, hər biri insan ruhunun ömür boyu davam edən səyahətini simvolizə edirdi. Hər keçən gün kəndin sakitliyi və səmimiyyəti zamanın axını ilə birləşərək insanlara əsl həyatın, sevginin və inamın əbədi dəyərini xatırladırdı. Bu uzun illərin axarı içində kənddəki insanlar bir-birindən öyrənir, sevinci, kədəri, hüznü və ümid dolu anları paylaşırdılar. Həyat bəzən sərt, bəzən də yumşaq idi, lakin hər an, hər gediş, hər nəfəs insan ruhunun dərinliyində əbədi izlər buraxırdı. İnsanlar sanki bir-birinin gözlərində öz əkslərini tapır, hər bir baxışda öz həyatlarının hekayəsini görürdülər. Bu, həm də o demək idi ki, həyat bir-birinə bağlı olan ürəklərin əbədi səyahətidir. Və nəhayət, qışın son günləri, qarların əriməsi ilə birlikdə, baharın gəlməsi ilə kəndin havası yenidən istiləşdi. Təbii gözəllik kəndin hər küncündə öz əksini tapdı, çiçəklər açdı, çaylar sanki yeni can tapdı və insanlar həyatın yenidən doğuşuna inamla qarşıladı. Leyla və Azər bir daha bir araya gələrək, keçmişin acı xatirələrini unudub, gələcəyin ümid dolu səhifələrini yazmağa başladılar. Hər kəs kəndin bu yenilənməsində həyatın sərhədlərini aşan sarsılmaz inamı və sonsuz sevgini hiss edirdi. Beləliklə, Şəfəqə kəndi, əsrlərin təcrübəsi və insan ürəyinin dərinliyində qalan izlərlə dolu olaraq, hər zaman yeni ümidlər, yeni nağıllar və sonsuz sevgi ilə yaşadı. Kəndin hər daşında, hər ağacında, hər axan çayında sanki ömür boyu davam edən bir hekayə gizlənirdi. O hekayən insanlığın həm zəif, həm də qüdrətli tərəflərini, həyatın həm acı, həm də şirin anlarını bütünlüklə özündə cəmləşdirirdi.